tələbə Nəcəfdə vəziyyəti çox xarab idi. Varid oldu hərəm Əmirəl-Mömininə, bir baxdı, gül dəstələrə baxdı, aynıqarıya baxdı, zərihə baxdı, vana baxdı, bir yana baxdı, döndü dedi, ağa, rəsmidir ki, belə nökər saxlamazlar ki, belə tələbə saxlamazlar ki, ağa, bu qəndillər aslanıb sənin nə dərd ödəyim, mən acımdan ödəyəm. Ağa, be haçan bizim əlimizdən tutatsan, dedi, ağladı, qayıtdı, aləm-i rüyada Əmirəl-Möminin məhsərini yetişdi. Mola vurdu ki, fulani, bizlə istəsən qalasan, gərək çətinçiliğə dözəsən. İstəsən Cəvar-ı Əlidə qalasan, Nəcəfdə vəziyyət budur. Gərək bu sıxıntıya, çətinçiliğə dözəsən. Vəli, əgər dünya istəyirsən, get Hindistana, Heydərabad Hindistana, filan xacənin qapısına gedərsən, qapını açdı, deyərsən, be asman rəvəd o karı aftab konət. Yuxudan durdu, sabah gəldi, dedi, ağa, mən sənə deyəm, çörək pulum yoxdur, sən mənə deysən, get Hindistana. Ağa, yoxum deyə, acımdan öləyəm, şərməndiyəm, heç sat yoxumdur. İkinci gecə genə hamın yuxunu gördü. Dedi, sənə dünən gecə dedim, İstəsən çətinçiliğə dözəsən əlinin cəvarında, qal Nəcəfdə. Dünya istəyirsən, get Heydərabad Hindistan filan xacənin qapısına, qapını açdı, denən bir asman rəvədu karı aftab konət. De yuxudan durdum, dedim, Mola bir səbəb deməz, kitabım, hər nə varım indi satdım, biraz da ondan bundan borc aldım, ağa, mən gediyəm Hindistana. De gəldim Heydərabad Hindistanda, vəziyyəti ançınanı yox, müşəxxəs, soruşurlar nə qarəsən, tələbiyəm filan xacənin evin, apardılar, görsətdilər. Dey, qapını döydüm, gördüm, xülasə gəlirlər. Cəlal-ı Cəbərutun bir şəxs sözü gəldi. Dey, qapını açsan, dedim, bir asman rəvədu, karı aftab konət. Dey, tamını dedim, bastı bağrıma. Dedi, evi amadə ölüz, gəldi qonağım, evi amadə ölüz. Keç evə, nökərləri çağırdı, aparın istihmama, qəza verin, behtərin libasları verin. Dey, gecəni sübh incək mənə yetişdilər. Sübh oldu, gördüm, tamamiyə vəzir, vüzəra, tamamiyə tüccar, hamı əyləşib, hərə öz yerində, həyət bəzənibdi, şirni, gül, hər nə mənə amadə. Dey, bölümdəkinə dedim, xeyr ola. Dedi, bilməysən, bu xacənin qızının toyudur. Dey, dedim, pəs mənə pəzirayı amadə deyirmiş, toy var imiş, mənə də bir yetişiblər. Dey, birdən bu tacir durdu, dedi, ay mərdum, siz ki biləysiniz, mən malı əmlaşda nə qədi varımdır. Yarısının hamısını veriyəm bu tələbiyə ki, dünənləri Nəcəfdən mənə qonaq gəlibdir. Tamami əmvalım, nəqd, mülk, hər nə varım yarısımına. 2 qızım var. Yap gözəlinin əqdi büyünləri bunun əqdinə cari olunacaq. Uləma-i şərh də hazırdır, siz əqdi yoxuyuz. Deyim, mən təəccüblə əqd cari oldu, qutardı. Tacirə dedim, aman xeyr ola, qəziyyə nə mənədir? Mal-ı əmlakü mənə sən tanımıysan, mal-ı əmlakü bağışlayırsan mənə. Dedim, əgər bilməysən qəziyyəni, dedim, nə qəziyyə? Dedim, mən bir misrə Mola Əliyə şeir dedim. Be zərri gər nəzər lütf bu turab konət. Neylədim, qalanı gəlmədi. Şuərayı Farsi zəbanı Hindistana dedim, yaza bilmədilər. İranın Farsi zəban şairlərini çağırdım, yaza bilmədilər. Ərəb zəbanları çağırdım, yaza bilmədilər. Kimə dedim, yaza bilmədilər. Dedim, hətmən Mola Əli mənim şeirimə nəzəri yoxdur. Nəzr elədim, əmlakımın yarısını verəm. Qızımı əqdinə gətirəm, hər kəs qutara. Mən demişdim, be zərri gər nəzər lütf bu turab konət. Sən də dedim, bir asman rəvəd o karı aftab konət. Əli baxan aləmə parıldayar. Aləmin günü olar. Bu tələbə ağladı, dedi, şeir mənimdir. Dedi, bə şeir kimindir? Dedi, mənə Mola Əli özü dedi. Şeir ki mənimdir, Moğlan buyurdu, get denən bir asman rəvəd o karı aftab konət.